Qısa olaraq Allah Azza və Cəllənin ilə möminlərin axirətdə Rəblərini görməsi müjdəsi barədə danışmaq istəyirəm. Bildiyiniz kimi, möminlər üçün ən böyük müjdə axirətdə Rəblərini görməsidir. Bu barədə Allah Azza və Cəllə Qiyamət surəsi 22 və 23-cü ayələrdə buyurur ki, "Vucuhu yevmə izin nadira ilə rabbihə nadira." O gün bəzi üzlər ağıracaq və Rəbbini görəcək. Və baxın, bu ayətdə Allah Azza və Cəllə açıq bir şəkildə üzü ağaran, yəni cənnəti qazanan möminləri Rəblərini nəzər edəcəklərini, Rəblərini görəcəklərini buyurur. Və İmam Bəğəvinin təfsirində, bu ayətin təfsirində İmam Bəğəvi, İbn Kəthir kimi müfəssirlər buyururlar ki, İbn Abbas radiyallahu anhudan rəvayət edirlər ki, və əksərun nəsi tənzuru ilə Rabbihə iyyənən bilə hicabin. İbn Abbas radiyallahu anhu bu ayətlə bağlı buyurdu ki, insanların çox Rəblərini gözləri ilə hicabsız bir şəkildə görəcəklər. Həmçinin Mutaffifin surəsi 15-ci ayədə Allah Azza və Cəllə buyurur ki, "Kəllə innəhum an rabbihim yevmə idinlə məhcubun." Xeyr, onlar, yəni kafirlərlə bağlı gedir bu məsələ. Rəblərinə qarşı o gün hicablı olacaqlar. Rəbləri ilə onların arasında hicab olacaqlar. Yəni Rəblərini görməyəcəklər. Və İmam Şafi rahimehullah bu ayətlə bağlı buyurur ki, "Dəlalətun alə enne evliya Allah yaravnallah." Şübhəsiz ki, bu bir ayət dəlildir ki, Allahın övliyaları, dostları Allahı görəcəklər. Yəni, əgər kafirlər görməyəcəklərsə, bunu xüsusi olaraq Allah Azza və Cəllə ayətdə onların Rəblərini görməyəcəyini vurğuluyursa, bunun məfhumu müxalifi nədir? Möminlər Rəblərini görəcəklər. Həmçinin Yunus surəsi 26-cı ayədə Allah Azza və Cəllə buyurur ki, "Lillezine ahsanul husna və ziyadə." Yaxşı işlər görənlərə yaxşı mükafatlar, gözəl mükafatlar var və ziyadə və artığı var. Müfəssirlər bu artığı ki var, o yəni yaxşı işlər görənlərin yaxşı mükafatları, gözəl mükafatları cənnətdir əlbəttə. Artığı isə onların axirət günü Rəblərini görməsidir. Necə bu barədə Suheyb radiyallahu anhu rəvayət edir ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurdu ki, cənnət əhli cənnətə daxil olduğu zaman Allah Azza və Cəllə onlara deyəcək ki, məndən istədiyiniz bir şey varmı? Və onlar deyəcəklər ki, bugün bizim üzümüz ağarmayacaqmı? Biz cənnətə daxil olub Allahın azabından qurtulmayacağıq mı? Və Allah Azza və Cəllə deyir, hicabını onlara açacaq, onlara verəcək və deyir, onlara axirətdə və ya cənnətdə verilmiş ən böyük mükafat əhabbə ilihim minən nəzar ilə Rabbihim. Rəblərini nəzər etmə, Rəblərini görməkdən daha sevimli və daha gözəl bir mükafat yoxdur onlar üçün. Və Allah Resulü sallallahu aleyhi ve sellem bu ayəti oxuyur ki, "Lillezine ahsanul husna və ziyadə." Hansı ki, Yunus surəsi 26-cı ayəti oxuyur ki, gözəl işlər, yaxşı işlər görənlərə gözəl mükafatlar və artığı vardır. O mükafatın cənnət, artığının isə cənnətdə Allah Azza və Cəllənin görülməsi olduğunu bizlərə bildirir və bu hədis Müslimdə 266-cı hədisdir. Həmçinin Cərir ibn Abdullah radiyallahu anhu rəvayət edir ki, Rasulullah sallallahu aleyhi və səlləm bizimlə birlikdə oturmuşdu və ayın elə ki 14-cü günü idi, hansı ki ayın ən parlaq olan günü və aya baxaraq dedi ki, "İnnekum setaravna rabbakum iyanan kema taravna hada. La tadamuna fi ru'yatihi." Və deyir Peyğəmbər sallallahu əleyhi və səlləm ayı göstərib dedi ki, siz deyir gözünüzlə Rəbbinizi görəcəksiniz. Kema taravna hada. Bu ayı necə görürsüz? Hansı ki 14-cü gündə ay necə parlaqdır. Onun açıqlığını və parlaqlığını necə görürsüz, Rəbbinizi o şəkildə görəcəksiniz. La tadamuna fi ru'yatihi və onu görmədə heç bir əngəliniz, heç bir çətinliyiniz də olmayacaq. Və bu hədis də Buxar və Müslimdə keçən hədisdir. Baxın, bu ayətlər və hədislərdən biz görürük ki, cənnəti qazanan insanlar, möminlər, Allah Azza və Cəllə onları kifayət qədər artıqlaması ilə mükafatlarla sevindirəcək və ən böyük mükafatların da mükafatı olan möminlərin Rəblərini görmə sevincini onlara bəxş edəcəkdir. Həmçinin Abdülğani Əl-Məqdis rahimehullah buyurur ki, "Və əcmə'ə əhlul haqq və ittəfəqə əhlul təvhid və sidq ennəllaha Teala yura fil axirəti kəmə cəə fi kitabihi və sahha an Rasulihi sallallahu aleyhi və səlləm." Haqq əhli icma edib, tövhid və sidq əhli ittifaq ediblər ki, kitabında bildirildiyi kimi və Rasulullah sallallahu aleyhi ve sellem sünnətində səhih olaraq gəldiyi kimi Allah Azza və Cəllə axirətdə görüləcəkdir. Həmçinin İmam Nəvəvi rahimehullah buyurur ki, "Vaqad tazaharat adillətul kitab və sünnə və icma'i sahabə fəmən ba'dahum minəs-sələfil ummə alə isbat ru'yetillahi Teala fil axirət lil mu'minin." İmam Nəvəvi rahimehullah buyurur ki, kitab və sünnətin
zahiri buna dəlalət edir. Həmçinin sahabənin icması və ondan sonra gələn bu ümmətin sələfinin icması buna dəlalət edir ki, möminlər üçün axirətdə Allah Azza və Cəllə görüləcəkdir və bunun isbatı da kitab, sünnət, sahabə və ondan sonra gələn sələf alimlərinin icmasıdır. Həmçinin İbn Xuzeymə Rahimullah buyurur ki, Cəmi'ül müminin yaravnallaha yevməl qiyamə. Bütün möminlər qiyamət günü Allahı görəcəklərdir. Yəni İmam Məlik Rahimullah buyurur ki, Ən-nasu yanzuruna ilallahi Teala bi'a'yanihim yevməl qiyamə. İnsanlar, yəni möminlər qiyamət günü Rəblərini açıqca görəcəklər, gözləri ilə görəcəklər. Baxın, bunlar, bu dəlillərin hər biri bizə nəyi göstərir? Möminlərin qiyamət günündə, axirətdə daha doğrusu, Allah Azza və Cəlləni görmələrini bizlərə bildirir. Və biz də əlhamdülillah bunları oxuyaraq imanımız artmalıdır. Bu nasları oxuyaraq düşünməliyik ki, biz nə qədər əməllərimizi çoxaltmalıyıq ki, Allah Azza və Cəllənin o cənnətini qazanaq, ayətdə bildirdiyi kimi yaxşı və gözəl işlərə görə gözəl mükafatlar alaq və ziyadə ən üstün olaraq Rəbbimizi görmək sevincini də Allah Azza və Cəllədən istəyək. Və buna görə nə etmək lazımdır? Gözəl əməllər etmək, tövhidlə yaşamaq, tövhidlə ölmək və Rasulullah sallallahu aleyhi və səlləmin həyatını nümunə almaq lazımdır. Allah Azza və Cəllə bizi xeyir əməllərlə cənnəti qazanan və orada Rəbbini görən qullarından etsin. Əmin. Vəlhamdülillahi Rabbil aləmin.